Benfica tərəfindən alçaldılmış Real Madrid bu dəfə qisasını ala biləcəkmi? Çempionlar Liqasının hazırda ən qalmaqallı məşqçisi, ən qalmaqallı klubuna qarşı. Siz kanalımıza abunə olun, biz isə Benfica Real Madrid duelinin qısa analizlə keçək. İlk öncə əlbəttə ki, biz başlamalıyıq Liqa fazasının son maçından. Həmin oyunda xatırlayırsınızsa, Real Madrid son bir mövsüm yarımda daha bir alçaldıcı bir zərbə aldı. Çünki həmin oyunda Benfica'nı play-off'a daşıyan qolu heç kim yox, məhz qapıçısı Trubin vurmuşdu. Və bu da əbəs yeri deyil ki, belə qalmaqallı situasiyalar və hətta belə deyək də sillə məhz son vaxtlar ancaq Realın başında çatlayır. Mən niyə görə həmin oyuna getmək istəyirəm? Çünki Benfica həmin oyunda olduğu kimi bir heyətlə çıxacaq təxminən. Real Madrid də o qədər fərqli olmayacaq. Düzdür, həmin Benfica'nın sayəsində Real Madridin bir neçə oyunçusu olmayacaq. Amma onları keçməmişdən öncə həmin qolun anatomiyasına gedək. Baxın, bu epizodda problem nədən ibarətdir və burada biz Arbeloa'nın şəxsiyyətinin, xarizmasının hələ olmamasının fəsadlarını vurğulayacağıq. İlk öncə, baxın, Real Madrid həmin maçın 90+2 və 90+4-cü dəqiqəsində qırmızı kart alıb 2 dəfə, 9 nəfərlidir və qolun vurulması bəxtsizlik falan deyildi. Qolun vurulmasının səbəbi ümumiyyətlə qapıçının rəqib meydançasına maçın sonlarında göndərilməyinin əsas bir dənə səbəbi var ki, bir məqsədi var ki, o da say çoxluğunu və ya say bərabərliyini təmin etsin. Məqsəd ondan ibarətdir ki, bu da rəqib cərimə meydançası xaos yaradır və xaosdan da qol gəlir. Məsəl üçün biz Liverpool'la Manchester City oyunda da gördük ki, maçın sonlarında Alisson irəli çıxdı ki, komandası kömək etsin. Amma burada problem ondan ibarətdir. Gəlin baxın bu epizodun sadəcə screenshotuna baxaq, görək ki, Real Madridin iki primadonnası, Kylian Mbappe və Vinicius Junior cərimə zərbəsi yerinə yetirən Ausnersdən də belə qabaqda, yəni Benfica'nın qapısına yaxındır ki, halva qol vursun boş qapıya. Eyni zamanda cərimə meydançasında cəmi 6 Real Madrid oyunçusuna qarşı 8 Benfica oyunçusu var və qapıçı da 8-ci oyunçu oldu. Əlbəttə ki, və bu da məntiqi qolla nəticələndir. Çünki belə peşəkar komanda, belə peşəkar səviyyədə sənin əgər plus bir oyunçun varsa bu üstünlük, amma burada Benfica'nın plus 2-si var idi və yenə də siz bir tərəfdən irad tuta bilərsiniz ki, bəs bu oyunçular qol vurmaq istəyirdilər, əks hücumdan hesabı bərabərləşdirmək istəyirdilər. Çünki Real üçün fundamental fərq yox idi. 3-2 və ya 4-2 komanda 8-liyə 3-3-də düşürdü, 3-2-də və ya 4-2-də düşmürdü. Amma yenə də gedin Liverpool-la City oyununda baxın ki, gördüyümüz kimi orada Realda da kifayət qədər istedadlı oyunçular var ki, öz qapısından belə rahat şəkildə cavab qolunu vursun da. Çünki Benfica'nın heç bir oyunçusu ümumiyyətlə arxasını qorumurdu komandanın. Taleyin ironiyası ondan ibarətdir ki, Benfica ilə maçın son anlarında 2 qırmızı kart Real Madridə gəldi və hər iki oyunçu, yəni söhbət Raul Asensio və Rodrigo'dan gedir. Hər iki oyunçu hər iki oyunda çıxış etməyəcək. Yəni onların diskvalifikasiyaları Benfica ilə iki oyunun ikisini də əhatə edir və bu bir növ Jose Mourinho'nun gələcəyi üçün, bir növ yəni play-off üçün komandasının əslində özünə qazandığı avantajdır. Madridin daha bir problemi idi. Ona düzdür problem demək olar, hazırki Madriddə demək olmaz, onu bilmirəm. Jude Bellingham'in olmamasıdır. Jude Bellingham martın əvvəli gələcək və bu da bir növ Arbeloa'nın bir qədər əlini açır ki, komanda rahat şəkildə bəzi eksperimentlərini, xüsusilə Arda Gülərin ortada və ya hücumun sağındakı inteqrasiyası ilə bağlı rahat şəkildə etsin. Düzdür, biz onu da qeyd edək ki, Xabi Alonso fərqli olaraq Arbeloa'nın özəlliklərindən danışanda onun yaxşı edə bildiyi, hətta etmək üzrə olduğu elementlərdən biri eyni zamanda Jude Bellingham'lə Arda Güləri meydanda yerləşdirməkdir. Bir ssenari ondan ibarətdir ki, yəni ən klassik ssenari, Arbeloa da bunu demişdi ki, o bunu etməyə çalışır. Jude sol cinaha məsuliyyət daşıyır, Arda sağ cinahda oynayır. Əlbəttə ki, bu iki hücuma meyilli oyunçu oynayanda onları Tchouaméni sığortalayır, amma bu bir oyunçu çox azdır. Ona görə də misal üçün Levante ilə oyunda Arbeloa'nın ilk oyunlarından biri idi. Real'ın dördlü müdafiəsinin sağında Camavinga var idi və komanda hücumu build-up eləyəndə Camavinga yuxarı qalxaraq bir növ hardasa 3-2-2-3 taktikası ilə Real oynayırdı. Yəni Camavinga Tchouaméniyə lazımi sığortanı verirdi ki, rəqib Real Madridi ortada təkləməsin. Lakin indi bu dilem olmayacaq, çünki Jude Bellingham zədəlidir. Başqa maraqlı seçim Arda'nın harda oynaması ilə bağlıdır. Çünki Benfica'nın intensiv pressingi birinci oyunda Arda üçün həddindən artıq çox idi. Bildiyimiz kimi Arda mükəmməl futbolçu olsa da pressingə qarşı çox həssasdır. Man marking edən komandalara qarşı və fiziki komandalara qarşı hələ ki, yəni fizikasına görə o qədər də effektiv ola bilmir. Hətta həmin Benfica oyununda ehtiyata göndəriləndən sonra, yəni əvəz olunandan sonra baş məşqçi irad bildirdi və niyə görə həmişə mən əvəz olunuram deyə sözünü atmışdı. Bunu İspaniya mətbuatı oxumuşdu Arda Gülərin dilindən. Amma Arda'nın yarım müdafiənin sağında və ya
hücumun sağında oynaması çox maraqlıdır. Çünki Real Madridin əgər nəzərə alsaq ki, Vinicius və Mbappe toxunulmazdır. Özəlliklə Arbeloa gəldikdən sonra bu adamın vəzifələrindən biri Viniciusu tərifləməkdir. Lazım oldu, olmadı. Məsələn, Viniciusla danışdım. Vinicius dedi ki, məşqə gecikən oyuncular cəzalanacaq və ya həmin o epizodda Benfica ilə maçda adam durub o iki oyunçunu müdafiə edir. Yəni düşünün, biraz avtoritet olan bir məşqi olsaydı, Xabi Alonso olsaydı deyərdi ki, durun gedin, ən az biri gedib müdafiə olunsun. Amma əlbəttə ki, nə Mbappe halva qoldan imtina etmək istəyir, nə də ki Vinicius, ona görə ikisi də qaldı və Realda bir növ nə qədər acıması olsa da, amma layiq olduğunu aldı. Digər tərəfdən Arbeloa'nın yaxşı bacardığı və biz bu oyunda Benfica ilə birinci oyunda da bunu gördük. Valencia ilə oyunda Real bunu yaxşı edirdi. Cərimə meydançasını yükləmək. Xatırlayırsınızsa, Carlo Ancelotti dövründə Real Madrid 4-2 və fantaziya taktikası ilə oynayırdı. Yəni ki, qabaq dördlük, hücum dördlüyü istədiyi formasiyada dəyişir və cərimə meydançasında bir tərəfdən hücum olanda hansına ki orta sahədən və ya cinah müdafiəçilərindən biri qoşulurdu. O zaman o 4 oyunçunun hücumda olan 3-ü cərimə meydançasına yüklənirdi. Bunu Arbeloa yaxşı şəkildə edir. Alonso da bu o qədər də effektiv şəkildə alınmırdı, səmimi olsaq. Və əlbəttə ki, komandanın ən böyük gözə görünməz amma balanslaşdırıcı faktoru Mastantuono'dur. Mastantuono ilə bağlı belə bir maraqlı statistika var ki, Mastantuono'nun əsas heyətdə meydana girdiyi oyunların 92%-də Real Madrid qələbə qazanıb. Amma Mastantuono'nun olmadığı və Vinicius və Mbappe'nin olduğu oyunların cəmi 55%-də Real Madrid qələbə qazanıb. Bunun da özəlliyi nədən ibarətdir? Mastantuono həmin o iki meydanda gəzən futbolçunun ən azından birini kompensasiya edərək həddindən artıq belə maşın kimi, pressing maşını kimi topsuz da aktiv şəkildə oyunda iştirak edir və bu da əlbəttə ki, bir qədər Real Madridin oyuna balans gətirir. Xabi Alonso fərqli olaraq Arbeloa'nın etdiyi daha başqa bir gediş pressingdir. Pressing Ancelotti dövrünün pressinginə oxşayır. Yəni Real Madrid məsəl üçün hardasa Ancelotti və Okan Buruk'un Qalatasaraydakı pressinginə oxşatmaq olar. Yəni Qalatasarayın pressinginin triggeri nə idi? Əgər rəqib müdafiədə, cinah müdafiəsinə pas atırsa, intensiv pressing gəlir. O pressing aşılırsa, komanda arxaya oturur. Real Madriddə də bu element var. Daimi pressing eləmək, man marking, hansı ki müasir futboldur. Mbappe və Vinicius'la mümkün deyil. Ona görə hələ ki Arbeloa orta gediş kimi, bir növ hardasa kompromis kimi bu variantdan istifadə edir. Səviyyəcə zəif rəqiblərə qarşı və nəzərə alaq ki, Real Madridin qarşısında 90% rəqib ondan zəifdir. Bu işləyəcək, daha güclü komandalara qarşı problem olacaq. Əlbəttə ki, amma səmimi etiraf eləyək, Real Madrid İspaniyada bir nömrəli komanda deyil. Çempionlar Liqasında isə Bavariya München, Arsenal, PSG, Barcelona əlbəttə ki və Manchester City əgər qeyri-sabit olmasa Realdan daha yaxşı komandalardır. Ona görə biz fikirləşirik ki, Real Madrid yenə də Benfica-ya maçın favoritidir. Benfica yenə də öz evində Real Madridə cırmaq ata bilər, bəlkə də minimal hesabla məğlub edə bilər. Əgər hansı bir katastrofik iflas Madriddə baş verməzsə, nəzərə alaq ki, Real Madriddə Raul Asensio'nun olmaması, yəqin ki, Benfica ilə maçda onun o dombalaq aşağı yıxıldığı və epizodu iflasa uğradığı hansı ki, qola gətirib çıxacaq. Həmin epizod sizin yadınızdadır. Raul Asensio Real Madridin bugünkü müdafiəsinin probleminin bir nömrəli üzüdür. Yəni gözləntimiz odur ki, yayda Real Madrid bir yox, iki mərkəz müdafiəçisi olacaq və nəhayət Asensio'dan canını qurtaracaq. Çünki hətta indiki keçid dövründə olan bir qədər krizis olan Real Madridin səviyyəsində olan bir futbolçudur Asensio. Benfica'ya gəldikdə Benfica Jose Mourinho rəhbərliyi altında 4-2-3-1 taktikası ilə oynayır. Burada maraqlı gediş hansına ki, mən sizin fikir verməyinizi xahiş edirəm. Ondan ibarətdir ki, Benfica'nın ortasında dayaq yarım müdafiəçi mövqeyində kim oynayacaq? Burada iki opsiya var. Birincisi Barreiro və Barrenetxea. Bu halda bir növ Benfica'nın məqsədi qorunmaqdır, rəqibin təhlükəsini neytrallaşdırmaqdır. Əgər bu mövqeyə nominal sağ cinah yarım müdafiəçisi olanda, hətta bəzi hallarda sağ cinah winger oynayan Ausnes düşürsə, bu deməkdir ki, Benfica müsbət, daha progressiv oynamağa çalışır. Çünki Ausnes'in progressiv pas dəqiqliyi %80% üzərindədir. Yəni Ausnes bir növ həm müdafiə ilə yanaşı, həm də ki, topu irəlidən qabağa aparacaq. Amma uzun sözün qısası bizi iki olduqca maraqlı bir görüş gözləyir. Bizim yenə də gözləntimiz ondan ibarətdir ki, Real çox çətinliklə rəqibin öhdəsindən gələcək. Amma yenə də Real Madrid bu duelin favoritidir və biz Real Madridi 8-də 1 finalda ya Sporting və ya daha çox Manchester City ilə gözləyirik. Sizin fikrincə, əziz madridistlər, ilk öncə Arbeloa, Xabi Alonso fərqli olaraq nəyi dəyişib? İkinci, siz bu Real Madridin nə qədər uzağa gedəcəyinə inanırsınız? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə analizləri buraxmayasınız.